Ağamız Həzrəti Əli əleyhissalamın alimlərlə bağlı bir hikmətli kəlamı var. Mən xutbəmi onunla başlamaq istəyirəm. Nəql eləyirlər, İmam Əmir əl-Müminin Əli əleyhissalama sual verdilər. Sual budur. Ağa, sizin övladlarınızdan sonra, yəni Əhl-i-Beyt imamlarından sonra ki, onlar hidayət çırağıdır, bizə yol göstərən onlardır. Ən üstün şəxslər kimlərdir? İmam buyurdu, alimlərdir. Əgər salih olsalar, əməli salih olsalar. İmama sual verirlər. Sizin övladlarınız, Əhl-i-Beyt imamlarınız ki, hidayət çırağıdır əleyhissalam, onlardan sonra ən fəzilətli, üstün insanlar kimlərdir? İmam buyurur ki, alimlərdir. Amma şərti var, əməli salih olsalar. Sonra həmin sualı yenə də təkrar etdilər başqa formada. Ağacan, iblisdən sonra, şeytandan sonra, Firondan sonra, çox dəhşətli sözdür, Nəmruddan sonra sizə qarşı iddia eləyən sizin yerinizdə olmağı, mən imamam, yalancı imamlar ki var, imamlıq iddiası edirlər, yer üzərində Allahın rəhbəri olduğunu iddia edirlər. Onlardan sonra cəmaatın arasında ən pis insanlar kimlərdir? İmam əleyhissalam buyurdu ki, alimlərdir. Yenə də alimlərdir. Əgər fəsad əhli olsalar. Sonra imam onların xüsusiyyətlərini deyir. Niyə bunlar fasiddirlər? Özünə alim adı qoyan. Belə olar. Gör imam nə deyir? Onlardır ki, batili aşkar eləyirlər, amma haqqı isə gizlədirlər. Ruhaninin, alimin, din adına danışan, din xadiminin birinci vəzifəsi öyrəndiyi, bildiyi, Allahdan haqq olaraq qəbul etdiyi, oxuduqlarını cəmaata gizlətmədən çatdırmaqdır. Amma bu imamın kəlamında imam onları pisdir. Niyə? Batili aşkar eləyir, haqqı isə gizlədir. Buna demişlər, sən haqqı aşkar elə, batili gizlət. Bu əksin eləyir. Necə? Quran oxuyacaq. Quran aşkar yox. Quran ayəsində olan zalimi sizə deməyəcək. Aşkar elə, o zalim kimdir? Hələ bu harasıdır ki? Quran-ı Kərimin sehyonist yəhudilərlə bağlı ayələrinə çatanda onlar oxumurlar. Bəli, mən deyəcəyim indi kimlərdir onlar. Hədisin ardı var, burada mən daha kifayətlənirəm. İndi sizə bu hədisi mən niyə danışdım? Müsəlman dünyasında keçən həftə və üzümüzə gələn həftə 2 dənə maraqlı hadisə var. Biri budur. Səudi Ərəbistanın baş müftisi Abdüləziz Aluşşeyx ki, Muhammed ibn Abdülvahhabın Vahhabiliyi yaradan İngilislərlə, Səud ailəsi ilə həmkarlıq eləyib Vahhabiliyi yaradanın nəslindən idi. Onun kötücələrindən idi. Dünyasını dəyişdi. Vahhabilərin qəbul etdiyi Səudi Ərəbistanın baş müftisi dünyasını dəyişdi və bununla da bağlı bütün xəbərlərdə oxuduz və başsağlığı verildi. Biz də Allahdan istəyimiz budur ki, Allah özü bilir kim kimdir. Öz istədiyi kimi onu yerbəyer eləsin. Bilmirik də. Allah bilirsə rəhmət, rəhmətinə qərq eləsin. Allah onu rəhmətə layiq bilmirsə, onu cəhənnəminə yaxud da ki, lənətinə qərq eləsin. Deyirsiniz, düşmən yollarla bizim Əhl-i-Beyt imamlarımızın buyurduğuna əsasən biz də ki, onların inşallah ardıcıllarındanıq, bizim heç kəslə düşmənçiliyimiz yoxdur. Əhl-i-Sünnə bizim qardaşımızdır. Vahhabilər bizə Şiənin qanunu halal bilsələr də, bizlə düşmənçiliyi aparsalar da, Əhl-i-Beyt imamlarımızın qəbirlərini dağıtsalar da, biz də onlara şəxsi düşmənçiliyimiz yoxdur. Əgər də nəsə bizim onlarla problemimiz var, dinə görədir. Amma keçən həftə bir dənə xristiyandan da misal verəcəyəm və üzümüzə gələn həftə bir şəxsiyyətdən danışacağam. İndi siz deyin, keçən həftədə Avropada, İtaliyada, Fələstinə görə gördünüz, mənə rast gəlməyib. Bəlkə də olub, mən bilmirəm. Bütün ölkə tətil elədi. Heç kəs işə çıxmadı. Parlamentdə Fələstini qəbul edənlər Fələstin köynəyini geydilər, deputatlar gəldilər. Bütün İtaliya tətil oldu. Heç kəs işə çıxmadı. Və nə etdilər? Çıxdılar etiraza, Fələstin azadlıq. İtaliyalı bir keşiş də görün nə etdi? Papadır, keşişdir. Durdu. 7 saat ayaq üstə durdu. 7 saat papa, keşiş ayaq üstə durdu. Və başladı Fələstində, Qəzzədə şəhid olan uşaqların adını çəkməyə. Cəmaata dedi, mən bu dəfə sizə moizə oxumayacağam, belə deyək. Gəlməmişəm sizə İncildən, Bibliyadan,
İsa əleyhissalamdan danışam. Sizə mən Fələstinli uşaqların adlarını oxuyacağam. Yaşlı bir papa, keşiş 7 saat ayaq üstə durmaqsa zarafat gəlməsin. 7 saat ayaq üstə durdu və 12.311 uşağın adını oxudu. Oxuduğu səhifələr də 369 səhifə idi. Ona qulaq asanların hövsələsi yox idi orada. Ancaq uşaq adı şəhid adı, uşaq adı şəhid adı, körpə adı, məsum adı. Dalbadal 12.000 neçə uşağın adını saydı. Keşişdir, papadır. O bir Yapondan danışmışam sizə. Yaponiyada bir kişi var. Bugün cümə günü gedin axtarın onun sosial şəbəkədə bugün də onu eləyir. Hər gün durur o Yaponiyada işdən qaydanda gedir İsrail səfirinin qabağına. İsrail səfirinin qabağında qalır, qışqırır. İsraili lənətləyir. İsraili uşaq qatili deyir Yapon. Və ondan sonra da təzdən qayıdır. Hər dəfə də gələndə bu adam Yaponiyada İsrail səfirinin qabağına, polislər onun qabağını alır. Təzdən qayıdır. Sabah yenə təkrar eləyir. Bir gün yenə təkrar eləyir. Bu gün də hər gün bir Yapon İsrail səfirinin qabağına gedir. Qışqırır Fələstinə azadlıq. Papa 7 saat ayaq üstə durur. Amma adını İslam, müsəlman, müfti, baş müfti nə adın qoyan, Quran oxuyan, əzbər bilən bir adam Fələstin üçün bir dəfə danışmadı. Halbuki o Fələstin körpələr elə əhli sünnə müsəlman balaları idi. Keşişə də qiymət verin, Yapona da qiymət verin, İslamın adından danışan bu müftiyə də qiymət verin. Allahın hüzurunda körpə uşaqlar qətlə yetiriləndə Allah qiyamətdə çağıracaq o Yaponu da, o keşişi də, o Quranı oxuyan müftini də, özünə alim deyən Vahhabilərin alimini də. Dedim, mən Quran-ı Kərimdə ayə göndərmişdim. Və idəl mauudəti suilət bi eyyidən bin qutilət. Quran ayəsidir. Körpə uşaqlar öldürülürdü. Hansı günaha görə öldürülürdü? Bu Quran ayəsini oxuyurdun. Niyə öldürülən körpə uşaqdan danışmırdın? Bu Yapon qədər başa düşmürdün. Bu keşiş qədər bilmirdin. Bilirdin. Hələ bu azmış kimi. Hələ başqa bir Səudi Ərəbistan müftisi Məkkə şəhərinin imam cüməsi utanmadı. Həya eləmədi. Xəcalət çəkmədi. Əgər utanan yüzü varsa, çıxdı cümə namazında dedi ki, bilirik Qəzzədə uşaqları acdı, amma aclığın da xeyri var. İnsan ac olanda təmizlənir. And ol Allaha videosuna baxmışam. Hansı ölkəyə də nüfuz eləmək istəyirlər, hansı məmləkətdə cəmaatı aldadmaq istəyirlər, bir neçə taktikaları var. Dində, zahirdə budur. Allahdan istəyin, Allahdan başqasına, Allahdan istəyin də. Peyğəmbər imam kimdir, nauzubillah? Cəmaatı belə aldadırlar, düzdür də Allahdan istəyir, biz ocaqdan istəməyək. Peyğəmbərdən nə istəyirik? Quran-ı Kərimdə Allah təala bu ki, sən günah etdiyin zaman Nisa surəsində getməlisən Peyğəmbərin yanına. Peyğəmbər sən üçün Allahdan bağışlanmaq istəsin. Hələ getməyənlərə başqa surədə deyir ki, onlar getmədiklərinə görə böyük günah edirlər. İkinci taktikalar nədir? Bir ölkəyə nüfuz etməkdən ötürü. Harda varsansa, hakim sultan sənin rəhbərindir. Hakimə qarşı çıxmaq olmaz. Hakimə qarşı çıxmaq olmaz. Niyə? Hakim sənin nəyivə lazımdır? Neft hara getdi, qaz hara getdi, o hara getdi, bu hara getdi. Allah'a şükür elə. Hakimə qarşı çıxmaq olmaz. Hilədir, inanmayın bu sözlərə. Həm Azərbaycan hakimiyyətində olan dairələr bunu yaxşı da bilirlər, bilmirlərsə bir daha eşitsinlər. Hilədir. Bəşər Əsada da belə deyirdilər. Hakimə qarşı çıxmaq olmaz. Amma çıxdılar. Tunisdə Ben Əliyə də belə deyirdilər. Onların vaxtı var. Onların o nöqtəsi var, Amerika, İsrail tərəfindən o nöqtə işə salınanda o həmin hakim ki deyirlər Allahın yer üzərində olan kölgəsidir. Ona qulaq asmalısan, o daha o hakim olarsan, hakim olmur. Bəşər Əsad hakim deyildi, elə əhli sünnə idi. Niyə sözünə qulaq asmadınız? Sayt çox deyə çox misallara vura bilərəm. Həzrət Rəsulullah hamınızın qəbul etdiyi xəlifə deyildi. Bizim üçün imamdır, məsum rəhbərdir. Və niyə Muaviyə ona qarşı çıxdı? Və ona qarşı niyə çıxdılar? Yox, yalandır. Nə Azərbaycan hakimiyyəti buna inanmalıdır, nə də biz möminlər buna inanmalıyıq. Bu bir hilədir, bir ölkəni xaraba qoymaqdan ötürü. Əvvəl belə girirlər, Suriyada belə girdilər, sonra cihad elədilər. Və maraqlı da budur ki, bu adamların özü Bəşər Əsada qarşı çıxmağı özünə vəzifə bilirlər, amma 60 mindən çox sivil insanı, 20 mindən çox körpə məsum balanı öldürən Netanyahuya çıxmağı özünə vəzifə bilmirlər. Ar olsun bu İslama. Biz belə İslamı qəbulləmirik. Bu nə İslamdır? Bunun adını din qoymaları, İslama qoymalar. Amma üzümüzə gələn həftə qeyrətli bir kişi, Peyğəmbərin, Əhl-i Beytin dediyi, Həzrət Rəsulullah dediyi salih alimlərdən Seyyid Peyğəmbər balası olan Şəhid Seyyid Həsən il dönümüdür.
Və çox maraqlıdır. Amerikada, Avropada müsəlman olmayan, dindar olmayan, başı açıq o qeyri-müsəlmanlar da əllərində Seyyid Həsən Allahın şəklini tuturlar. Seyyid Həsən Allahı hörmətlə yad eləyirlər. Həm xalq arasında, el arasında, həm də Allah yanında. Nə üçün indiyə qədər 2 ildir təqribən Fələstində bizim əhl-i sünnə qardaşlarımızı, bacılarımızı, körpə uşaqları öldürürlər. Bir Vahhabi alimi indiyə qədər ölməyib. Onu Amerika, İsrail görüləməyib. Amma Seyyid Həsən görüləməkdən ötürü 80 ton silahdan istifadə edirlər, bombadan istifadə edirlər. Niyə? Xoş halına. Xoş halına. Seyyid Həsən kimi kişilərdən biz fəxr edirik. Şiə idi. Əhl-i Beytin ardıcılığı idi. Özü deyirdi, mən 12 imam şiəsiyəm. Baxmayaraq ki, 12 imam şiəsiyəm. Mən bütün müsəlmanları, Fələstinliləri, harada məzlum varsa, hamısının haqqını müdafiə edirəm. Ona görə onu şəhadət Allah ona nəsib elədi. Xoş halına. Möhsin qiraətinin Seyyid Həsən Allahla bağlı bir maraqlı açıqlaması var Quran ayəsinə. Əsasən onu deyib söhbətimi yekunlaşdırdım. Allah Teala Quran-ı Kərimdə belə buyurur. Lətəcidənnə əşəddən-nas ədavətən lillədinə amənu iman gətirənlərə, möminlərə. Mömin deyirsən özünə. Amənna, möminsən, müsəlmansan. Sənə qarşı düşmənçilikdə, ədavət aparmaqda birinci kim olar? Yahud, Sehyonistlər. Yahudilərlə düşmənçiliyimiz yoxdur. Sehyonist Yahudilər, sonra müşriklər, şirk eləyənlər. Baxın, bu Quran ayəsidir. Quran-ı Kərimdə var. Oxuyun. Həqiqi möminə qarşı düşmənçilik Yahudi aparar. Baxın bugün müsəlman dünyasına. Görün bu Yahudilər, Sehyonistlər kimlə düşməndilər? Seyyid Həsənlə düşməndilər, amma Vahhabilərlə, Sələfilərlə, dırnaqarası özünə əhli sünnə deyənlərlə nəinki düşmən deyirlər, dostdular. Quran bəlli eləyir kim kimdir. Kifayətdir insanlara. Xoş olsun Seyyid Həsənin halına. Allahın verir Peyğəmbər və onun pak əhli beytinə. Allahın verir Kərbəla şəhidlərinə. Allah Teala Seyyid Həsən məqamını uca eləsin. Amin. Bizlərə də onu kimi haqqı deməyi, zülmə qarşı çıxmağı və şəhadət şərbətini içməyi nəsib eləsin. Amin.